Salam, hörmətli icraçı. Əgər bir məhkəmənin iştirakı olmadan verdiğiniz borcun necə arayasız, eyni zamanda müqavilə olmadığı halda məhkəməyə necə müraciət edib borcu arayasız? Diqqətlə bu videoya baxın. Mən hüquqşünasları Seyidzadə bugünkü videoda bu barədə məlumat verəcəm. Eyni zamanda məlumat verəcəm ki, hansı halda işə polis baxıb. Maraqlısa dediyim kimi sona qədər baxın. Amma sona qədər baxmazsanız hər şey sizə aydın olmayacaq. Hörmətli icraçı, ona görə deyən sona qədər baxın. Və bir məlumata nəzərinizə çatdırmaq istəyirəm. Mən həmişə videonun bir hissəsini shot kimi qoyan, shot da maksimum 3 dəqiqə qədər olur, hörmətli icraçı. Ona görə tam aydın olması üçün digər videoya baxın. Mən həmişə shotda başlıqdan videonun adını yazıram, sonra yazının altında tam video YouTube'da. Gelin baxın, hər şey sizə aydın olsun. Bir də ki, hörmətli icraçı, mən ərli şəxs olduğuma görə, ərli arabasında olduğuma görə bir yer açmışam hüquqi yardım göstərməsini, eyni zamanda həmin yerdə ərli dostlarımı əl işini satmaq istəyirəm. Ona görə də kampaniya həyata keçirirəm. Noyabr ayının sonuna qədər kim məsləhət alsa, istədiyi qədər vəsait ödəyərək hüquqi məsləhət ala bilər. Normalda hüquqi məsləhətin istə telefondan, istə əyani şəkildə verilməsi 10 manatdır, ərizələrində yazılması 50 manatdır. Amma ayın axırına qədər 30 manatdır. Bundan əlavə sizdən xahiş edirəm, hörmətli icraçı, dəstək üçün videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxs bilsin. Və eyni zamanda imkan daxilində baxdığınız video faydalandırsa, nəsə bir şey öyrəndirsə, imkan daxilində ödəniş edin qeyd olunan kart nömrəsinə, hörmətli icraçı. Kimin gücü nə çatırsa 3 manat, 4 manat, 5 manat. Yəni ən azından vəkilin yanına gedib məsləhət alırsınız, 50 manat, 40 manat ödəyirsiniz. Burada belə bir şərait yaratmışam. Və yəni keçən mövzuya, hörmətli icraçı. Birinci onu qeyd edin ki, notarial qaydada əgər müqavilə bağlamışsınızsa, vətəndaşla, hörmətli icraçı, borcun ödəməsi barədə. Müqavilənin vaxtı bitdikdən sonra ki, falan vaxtı ödəməlidir, ödəməyib, o halda gedirsiniz notarial orqanına, birinci vətəndaşı ərizə yazırsınız, forma 36 xəbərdarlıq ki, bəs mənim borcumu ödə. Bir aya yaxın müddət gözləyirsiniz. Ondan sonra gedirsiniz notariusa. Notarius özü avtomatik olaraq, belə deyək, qeyd yazır, qeydi göndərir ərazi üzrə bələdiyyədə icra idarəsinə, icra proporsiya idarəsinə. Eyni zamanda siz arayıb notariusda özünüz də apara bilirsiniz. O halda birbaşa artıq məhkəmə icraçısı pul alır, hörmətli icraçı. Nəzərə alın, mütləq qaydada. Bundan əlavə, hörmətli icraçı, siz tərəflə mediasiyada sakiş bağlaya bilirsiniz ki, falan qədər borcu ödəməlisə, vaxt gəldi çatdı ödəməlisə, artıq özünüz icra şöbəsinə ərizə yazırsınız, daha düzgün məhkəməyə. Məhkəmədə yönəldi icra şöbəsinə. Yəni iddia kimi baxın bunu, nəzərə alın.